I, David Gray, in the presence of Almighty God and in the body of this Grand Lodge, do solemnly promise that I will faithfully, zealously and impartially perform the duties of Oxford Universitetinin professoru John Lennox deyirdi: Əgər din qaranlıqdan qorxan insanların uydurduğu bir nağıldırsa, ateizm də işıqdan qorxan insanların uydurduğu nağıldır. Amma axı bütün dinlərə və dinsizlərə böyük ehtiramla yanaşan təriqətlər də var. Bəli, nə qədər anormal görünsə də, həm dinsizə, həm də dinlərə eyni hörmətlə yanaşan tolerant qurumun üzvlərinə masonlar deyilir. O zaman masonluq nədir? Azərbaycan SSR, Ali Sovet və Milli Məclisinin sabiq üzvü, Astara rayon partiya komitəsinin birinci katibi işləmiş Sultan Məmmədovun Masonluq, dünyanı idarə edən qüvvə əsərində bu barədə belə məlumat verilir. Tarixi mənbələrdə məlumdur ki, Mason İttifaqı 18-ci əsrin əvvəllərində azad bənna və ya tikinti birliyindən yaranıb. Daha doğrusu, masonluğun tarixi kökü daha erkən dövrlərə gedib çıxır. Hətta masonluğun tarixini Həzrəti Adəmə aparıb çıxaranlar da olub. 2000-ci ildə Vaşinqtonda türk dillilərin Nur 2000 lojası qurulanda, Azərbaycanda azad masonluğu qurub baza şəklində inkişaf etdirmək üçün lojadan istifadə qərarı qəbul edildi. Azərbaycan Qafqaz dağlarında yerləşən və türk dilli Avropa ölkəsidir. Nəzərə alanda ki, Azərbaycan həm neft ölkəsidir, həm də Cənubi Qafqazda strateji üstünlüyə malikdir. O zaman masonların bizə sevgisi anlaşılandır. Bəs masonların Azərbaycandakı başçısı kimdir? Azərbaycanda azad masonluğun qurulması layihəsi Vaşinqtonda qəbul olunmuş. Azərbaycan Loja nömrə 2001-in yaradılması ilə başlandı. Bir il sonra Vaşinqton Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət etdi. 2002-ci ildə onlar Moskvada Drujba, yəni dostluq nömrə 24 lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq Vaşinqtonun Böyük Lojası Türkiyənin Nur 2000 Böyük Lojası ilə birlikdə Ankarada Dəmir Savaşçı tərəfindən icarəyə alınan Xəzər Lojası nömrə 1000 layihəsini yaratdılar. Azərbaycanda Nur 2000-in başçısı çox böyük vəzifə tutmuş məmurlardan biridir. 2001-2008-ci il aralığında hazırlıq işlərinin çoxu Azərbaycan Lojası tərəfindən həyata keçirildi. Bir çox qonaq Bakıya səfər etdi, rəsmilərlə görüşdü və azad masonluğun xeyrini bildirdi. Bunun ardından Vaşinqton Böyük Lojası region olaraq Bakıda fəaliyyət göstərəcək Bakı Lojası nömrə 2008-ni təsis etdi və Böyük Lojanın yaradılması istiqamətində hazırlıq işləri görüldü. Bu işdə Rusiya Böyük Lojası kömək göstərdi və çətin layihənin bütün səylərini dəstəklədi. 5 dekabr 2008-ci ildə böyük ustadların və böyük katiblərin görüşündə Vaşinqtonda Rusiya, Türkiyə Böyük Lojaları və layihənin təsisçisi Robert Bağır arasında Parisdə iclas oldu və Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edildi. İclasın sonunda protokol imzalandı və növbəti həftə 9 dekabrda Bakıda ithaf üçün razılıq əldə edildi. Həmin gün Azərbaycan Milli Böyük Lojasının iclası çağırıldı və Vaşinqton Böyük Lojası, Rusiya Böyük Lojası tərəfindən Robert Bağır ilk hörmətli böyük ustad elan olundu. Daha sonra Robert Bağır loja işçilərini elan etdi. Növbəti gün, dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci iclas oldu və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnamə böyük ustad tərəfindən buraxıldı. Hal-hazırda Azərbaycanda 3 aktiv loja fəaliyyət göstərir. Azərbaycan Lojası nömrə 1, Drujba Lojası nömrə 3, Bakı Lojası nömrə 4. Azərbaycan iqtisadiyyatını və biznesini Bohemian Grove Mason klubu mu idarə edir? Məlumatlara görə dünyada mason siyasətini həyata keçirən cəmiyyətlərdən biri olan Bohemian Grove klubu Azərbaycanda da fəaliyyət göstərir. Simvolu bayquş olan bu kluba Yahudi lobbisinin önəmli simaları rəhbərlik edir. Bunlar arasında Rockefeller, Rothschild, Kissinger, Soros, Brzezinski və digərlərini göstərmək olar. Bohemian Grove klubu da Lions, Rotary, Bilderberg klubları kimi dünyanın gizli hakimiyyətlərinə xidmət edən mason siyasəti həyata keçirir. Bu klubu Azərbaycanda əsasən biznes və iqtisadiyyat məsələləri maraqlandırır.
Sultan Məmmədovun Masonluq Dünyanın Hörümçək Toru kitabında yazılıb ki, Azərbaycanın 20-yə qədər yüksək vəzifəli məmurları, siyasətçiləri, hüquqşünas və müxalifət liderləri Bohemian Grove klubunun üzvüdür. Azərbaycanda isə 8 dekabr 2008-ci ildə böyük milli loja fəaliyyətə başlayıb və Dostluq 24 lojası Azərbaycan Milli Lojasının tərkibinə daxil edilib. Avtovağzal metrosunun çıxışı mavi piramida şəklindədir. Bu görüntü artıq sizlərə tanışdır, çünki İçərişəhər metrosunun da çıxışı eyni formalıdır. Bu isə paytaxtımıza təşrif gətirən mason qonaqlara Parisdəki Louvre muzeyinin çıxışını xatırladır. Məşhur mason sütunları şəhərimizdəki yeni tikililərin bir çoxunda tez-tez rast gəlmək olar. Filarmoniya bağındakı fəvvarələrin ətrafında bu sütunlar görünür. Sütunların hər biri mason görüşlərində iştirak edənlərin durduğu yerdir. Bakıda əsrin əvvəllərində neft milyonçularının inşa etdirdiyi binaların iç və çöl dizaynlarında mason simvollarından geninə boluna istifadə edilib. Bu isə ondan irəli gəlir ki, o zaman bu binaların layihəsi İtaliyadan, Almaniyadan gələn memarlar hazırlayırdı. Videonu bəyəndiysəniz, bəyənib abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın.